Özünə yeni iPhone almısan, ancaq necə aktiv eləyəcəyini, iCloud açacağını bilmirsən, gəl qısa videoda sənə göstərim. İlk olaraq dil və bölgə seçimlərini edirik. Bu hissələri göstərdiyim formada keçdikdən sonra klaviaturaya ingilis dilini əlavə etmək lazımdır ki, sonra işimizə mane olmasın. Telefona Wi-Fi şəbəkəsinə qoşuruq. Bu hissələri göstərdiyim formada keçid edə bilərsiniz. Bəli, əsas hissəyə gəlirik. Bu hissədə aşağıda Apple hesabım yoxmu bölməsini seçirik. Ücretsiz Apple hesabı yarat. Bu hissədə ad familiyamız və doğum tariximizi düzgün formada qeyd edirik. Növbəti mərhələdə aşağıda e-posta adresiniz yoxmu bölməsini seçirik. Adımıza uyğun iCloud hesabını yazırıq. Əgər birinci dəfədə qəbul etməzsə, ad familiyamızın sonuna hər hansısa bir rəqəm əlavə edirik. Bu hissəni də keçdikdən sonra şifrə yaratma bölməsi gəlir. Şifrəniz minimum 8 xanalı, bir böyük hərf, bir kiçik hərf və rəqəmlərdən ibarət olmalıdır. Şifrənizdə adınızdan, familiyanızdan, mobil nömrənizdən və doğum tarixinizdən istifadə edə bilməlisiniz. Şifrə seçildikdən sonra mobil nömrəni təsdiqlə bölməsi açılır. Bu hissədə mobil nömrəmizi yazırıq və mobil nömrəmizi təsdiqləyirik. Əgər ilkin mərhələdə təsdiqləyə bilməsəniz, davam et düyməsini sıxaraq keçmək olur. Bu ayarlamaları da göstərdiyim kimi daha sonra ayarla deyə seçirik. Yükləmələr getdikdən sonra artıq telefonumuz istifadəyə hazırdır. Apple Store hissəsinə keçirik və hər hansısa bir proqramı yükləyirik. Proqram yükləndikdə bizdən ilkin mərhələdə qeyd etdiyimiz şifrəni istəyəcək. Şifrəni yazdıqdan sonra proqram avtomatik olaraq yüklənməyə başlayır. Əgər ilkin mərhələdə mobil nömrənizi təsdiqləyə bilməmisinizsə, ayarlar bölməsinə daxil oluruq və orada yuxarı hissədə avtomatik olaraq göstərəcək. Bu hissəyə daxil olduqda aşağıdan təsdiqlə seçirik və mobil nömrəmizə gələn 6 rəqəmli şifrəni bura daxil edirik. Və artıq hər şey hazırdır.